Torpaqlarımızın azadlığı uğrunda, suverenliyimiz uğrunda canlarını fəda edərək şəhid olan bacı qardaşlarımızın xatirəsini əziz tutmaq hamımızın vətəndaşlıq borcumuzdur. İllər keçsə də bizim yaddaşımızdan onların qəhrəmanlıq yolu, onların qəhrəmanlıq səlnaməsi silinməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə igid oğullarımızdan biri də İsmət Qismətoğludur. Bu gün biz həm Ağsu rayon cəmaatının, həm öz kəndimiz, həm məktəb kollektivi olaraq bu tədbirdə iştirak edirik. Bu övladlar bizim xalqımızın nə qədər ki bütün dünyada nümayəndələri var, nə qədər ki Azərbaycan qanı damarından axan vətəndaşlarımız var, hamısının əbədi yaddaşına həkk olmuşdur. Həyat nə qədər var, onların ruhu, onların əziz xatirəsi bizimlə bərabər yaşayacaqdır. Çünki onların yolu bizim üçün örnək yoludur. Onların yolu bizim cavanlarımız üçün, evlatlarımız üçün, yeniyetmələrimiz üçün, gənclərimiz üçün bir tərbiyədir, vətənpərvərlik yoludur. Mən şəhid analarımızın qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Teala bir də bizim dövlətimizə pis günlər göstərməsin. Sözsüz ki, bizim prezidentimiz, Ali Başkomandanımızın uğurlu siyasəti nəticəsində artıq Azərbaycan səmalarında əmin-əmanlıq hökm sürür. Allahdan arzu eləyək ki, bu əmin-əmanlıq əbədi olsun. Bizim evlatlarımız, bizim gənclərimiz, bizim analarımızın gözü heç vaxt gözü yaşlı qalmaz. Allah bütün şəhidlərimizə rəhmət eləsin.